Salam dəyərli müəllimlər, mən Diana Həsənova. 11 may tarixində Naxçıvan şəhərində düşmüş texnologiya fənnindən 3 dənə məsələ haqqında sizinlə danışacağam. Danışmamışdan öncə yüksək nəticə toplayan müəllimləri ürəkdən təbrik edirəm. Hər zaman uğurları bol olsun və hal-hazırda sertifikasiya imtahanına hazırlaşan müəllimlərə isə uğurlar arzu edirəm. Deməli müəllimlər, Naxçıvan şəhərində düşmüş imtahan şəffaf şəkildə keçirilibdir. Təhsil Nazirliyinin bizə verdiyi çərçivə əsasında suallar salınıbdır. Suallar rahat olubdur, amma 3 dənə məsələ var ki, onlar da texnologiya fənnində mövzunu əhatə eləyən məsələlər olubdur. Və mənim bir dənə müəllimim Naxçıvanda iştirak elədi və yüksək nəticə toplayıb. Nəticələri ən sonda paylaşacağam. Həmən müəllimi ürəkdən təbrik edirəm. Hər zaman uğurları yüksək olsun. Bütün müəllimlərə uğurlar arzu edirəm. Deməli müəllimlər, bizim texnologiya fənnimizdən sırf texnologiyanın standartlarına uyğun şəkildə 10.010 test toplumumuz var. Bir neçə ildir ki, texnologiya 10.010 test toplusundan situasiya tipli məsələlərdən qəbulda oxşar formasına rastlaşırıq. Mən istəyərdim bugün sizinlə bunu müzakirə eləyəm. Deməli, dəyərli müəllimlər, 10.010 test toplusunda məsələ tipli təzarüz təhlükəsizlik qaydalarına əsasən salınmış situasiyalarda həm məsələ, həm situasiya, həm də təzarüzlər var. Bunları sizinlə bölüşmək istəyirəm. Deməli, müəllimlər, ilk dəfə 10.010 test toplusu olan müəllimlər, əlində olan müəllimlər, işləyən müəllimlər yəqin ki, bu məsələləri görüblər. Bu məsələlər ilk dəfə texnologiya 10.010 test toplusunun müzakirəsinə çevrilmiş məsələlərdir ki, biz neçə illərdir bunu qəbulda görürük və inşallah ki, sertifikasiya imtahanlarında da görəcəyik. Eyni zamanda Naxçıvanda düşmüş sertifikasiya imtahanında bir sual da eyni bu formada düşüb. İndi onu sizinlə bölüşəcəm. Deməli, müəllimlər, ümumi şəkildə nəzər yetirsək, biz görərik ki, bizə 3 dənə məsələ düşübdür. Bu 3 məsələnin birinci və ikinci məsələlər dəqiq eyni şəkildə rəqəm belə eyni düşübdür. Amma 3-cü məsələdə aparılan qasnağın diametrinin dövrlər sayının tapılmasıdır ki, bula müəllim deyir ki, mənim tam yadımda qalmadı rəqəmlər, amma ki, mənə düşmüşdü. Deməli, müəllimlər, gəlin birinci suala baxaq. Burada deyir, diametri oval şəklində olan ağacın ölçüləri D1 24, D2 36 olarsa orta diametri, yəni D-ni tapırıq. Deməli, müəllimlər, buradan diqqət yetirsək biz, məncə bu sualı müəllimlərin hamısı düzgün şəkildə yerinə yetiribdir. Bu sual bizə oduncağın tədarükü və mişar materiallarının istehsalı mövzusundan düşübdür və 6-cı sinifdən salınıbdır. Biz bilirik ki, ümumiyyətcə şalbanın diametri və uzunluğuna görə həcmi hesablanır və burada düstur olaraq D bərabərdir. D1 üstə gələk D2 bölünsün 2 düsturuna əsasən tapılacaq. Mən bu düsturu istəyərdim sizdə burada qeyd edeyim. D bərabərdir. D1 üstə gələk D2 bölünsün 2. Deməli, müəllimlər, mən sizə düsturları və tam şəkildə həll etmə qaydasını deyəcəm, amma cavabları deməyəcəm. Cavabları siz özünüz müstəqil şəkildə yerinə yetirin və düzgün cavabları şərh bölməsində qeyd edin. Əgər ehtiyac yaranarsa, hər bir məsələnin xüsusi şəkildə sizlərlə paylaşacağım, necə həll olunur, hansı formada həll olunur və mən düşünürəm ki, müəllimlər düsturda yerinə qoysa, bunların cavabını tapmaq o qədər də çətin deyil. Daha sonra müəllimlər, gəlir ikinci sualımız ailənin gəlir və xərc mövzusundan düşüb ki, bu mövzu da ümumi şəkildə situasiya, məsələ tipinə çevrilibdir. Məncə bunu hesablamaq da çətin deyil və mən eyni bu formada siz sertifikasiya imtahanında da rastlaşa bilərsiniz və onu da qeyd edeyim ki, eyni bu qaydada olmasa da fərqli formalarda da mən sizə göstərmək istəyirəm. Müəllimlər, 24-cü suala baxsaz, görərik ki, elə burada da bir ailənin aylıq gəliri 1600 azin faiz göstəricilərinə görə hesablanması var və eyni bu formada kəsiri də bizdən soruşa bilər, bizdən yığımı da soruşa bilər. Ona görə diqqətli olun. Hər zaman şərhi oxuyanda bir neçə dəfə oxuyun ki, tam bizdən nəyi istənilir, hansı formada biz bunu həll edə bilərik, onu tam şəkildə qavrayana qədər üzərində qalın.
Düşünün ki, yəni siz bunu bilirsiniz, sizin üçün çətin deyil, siz bunu bacaracaqsınız. Yəni çətin orada heç nə yoxdur. Və Naxçıvanda düşmüş eyni bir ailənin aylıq gəliri 1600 manatdır. Qidaya 730 manat, kommunal xərclərə 600 manat xərclənərsə, aylıq yığım nə qədər olar? Deməli, müəllimlər, bizdən burada nəyi soruşur? Yığımı soruşur. Bizdən kəsiri də soruşa bilər, bizdən yığımı da soruşa bilər. Deməli, biz bilirik ki, bizim aylıq gəlirimiz aylıq xərcimizdən üstün olarsa, gəlirimiz xərcimizdən üstün olarsa, bu zaman yığıma yönləndiririk. Əks halda bizim xərcimiz gəlirimizdən üstün olarsa, bu zaman kəsirə düşür. Bunun tapılma qaydası necədir, müəllimlər? Demək, qidaya 730 manat, kommunala isə 600 manat xərclənibsə, qida ilə kommunalı ümumi şəkildə toplayırıq və bizim aylıq gəlirimizdən onu çıxırıq. Yerdə qalan rəqəm bizim yığımımız hesab olunur. Yəni, bu formada testlər düşə bilər. Yenə qeyd edirəm, bizdən yığımı da soruşa bilər, bizdən kəsiri də soruşa bilər və buradan bizdə aylıq yığımı soruşur. Mən hətta onu qeyd edeyim ki, sizə aylıq deyil də illik yığımı da bizdən soruşa bilər. Ona görə diqqətli olun ki, siz onlarda çətinlik çəkməyəsiniz. Baxın, müəllimlər, 16-cı sualda aylıq yığım nə qədər soruşur. Amma 17-ci suala bir diqqətlə baxın, ailənin illik yığımı nə qədər olar? Yəni, sizə bu formada düşə bilər. Burada isə baxın, şalbanın qarşılıqlı diametri. Burada da eyni salınmış sual Naxçıvanda düşmüş suallar çərçivəsinə daxildir. Niyə görə eyni suallar formasında salınır? Çünki müəllimlər, bizim test toplumumuz da kitabdan standartlara uyğun şəkildə hazırlanıbdır. Naxçıvandakı çərçivə sənədi də eyni kitabdakı çərçivə sənədinə aid mövzuları əhatə edir. Ona görə suallar üst-üstə düşür. Daha sonra müəllimlər, 3-cü sual eyni bu formada olubdur. Sadəcə ola bilər ki, indi Naxçıvanda iştirak edən müəllimlər də görəcək. Rəqəm dəyişikliyi ola bilər, amma sual baxımından eyni formada olubdur. Burada aparan qasnağın dövrlər sayı 1000 dövr dəqiqə. Diametri 150 mm. Aparılan qasnağın diametri 100 mm olarsa, onun dövrlər, baxın müəllimlər, dövrlər sayını tapmaq lazımdır. Bu da eyni zamanda 7-ci sinifdədir. Düstura əsasən hesablanan bir metoddur. Burada düstur i bərabərdir. Deməli, n1 bölünsün n2 bərabərdir. D2 bölünsün D1-ə. Deməli, müəllimlər, burada diqqətli olaq. İlk növbədə n1-in, D1-in, D2-nin nələri ifadə eləyir? Bunları yerinə qoymaq lazımdır. Deməli, müəllimlər, aparan qasnağın dövrlər sayı n1-dir. Baxın, aparan qasnağın diametri D1-dir. Bunu mən burada 1 yazmalıyam. D1-dir. Daha sonra müəllimlər, gələk baxıq, aparılan qasnağın diametri D2-dir. Aparılan qasnağın dövrlər sayı n2-dir. Deməli, müəllimlər, aparan 1-lə hesablanır, aparılan 2 olaraq götürülür. Və bunu yerinə qoyub, məncə, təhlil edə biləcəksiniz. Cavabları zəhmət olmasa, rəy bölməsində yazın. Yenə deyirəm, ehtiyac yaranarsa, təkrar mən izahı sizinlə verəcəm ki, necə həll etmək lazımdır. Qaydaların hamısını sizlərlə bölüşəcəm. Eyni zamanda gələcəkdə bizə sertifikasiya imtahanında hansı mövzular düşə bilər, hansı suallar düşə bilər, hansı situasiyalar düşə bilər, bunları da dəstək məqsədi ilə sizlərlə bölüşəcəm. Zəhmət olmasa kanala abunə olmağı, şərh yazmağı, bəyənməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirəm. Hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, ən yüksək nəticələri toplayarsınız müəllimlər və sistemli şəkildə hazırlaşın, kitabdan kənara çıxmayın, praktik işlərə daha çox diqqət yetirin, məsələlərə daha çox diqqət yetirin, şəkillərə daha çox diqqət yetirin. Sağ olun, salamat qalın. Gələn izahlarda görüşənədək.